Salam. İdman Bizin Azərbaycan millisinin Ukrayna ilə son oyunu haqda analizinin qısa bir xülasəsini sizə təqdim edirik. Deməli, söhbət millimizin Dünya Çempionatı 2026 seçmə mərhələsində Krakovda Ukraynaya 2-1 uduzduğu oyundan gedir. İdman Biz baxıb görək, təzə baş məşqçi Ayxan Abbasovla komanda necə təsir bağışladı, gələcəyə ümid varmı? Analizdə əsasən 3 məqam önə çıxır. Baxın, birincisi, uduzduq, amma meydandakı oyun açığı ümid verdi. Əvvəlki ağır məğlubiyyətlərlə müqayisədə bu dəfə komanda daha məzmunlu, daha baxımlı idi, yəni mübarizə aparırdı. Bu da adama gələcək üçün inam verir. İkincisi, görünən odur ki, Ayxan Abbasov qısa vaxtda komandaya həqiqətən yaxşı təsir edib. O döyüşkən ruh sanki qayıdıb, hücumda da daha pozitiv, daha aktiv oyun görürük. Xüsusən də Cəfər Quliyevlə Axundzadənin cinahdakı oyunu yaxşı idi. Hətta bilirsiniz də, Vitali Mikolenko'nun avtogolu oldu, onunla da fasiləyə 1-1 getdi. Və nəhayət, üçüncü məqam. Düzdür, ikinci hissədə Ukrayna təzyiqi xeyli artırdı, amma müdafiəmiz ümumilikdə pis oynamadı, etibarlı görünürdü. Bir anlaşılmazlıq oldu, təəssüf ki, Ruslan Malinovski də oradan yararlanıb qolu vurdu, amma bizim uşaqlar da əl çəkmədi, sona qədər çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Toral Bayramovun, Emin Mahmudovun yaxşı cəhdləri oldu, təhlükəli anlar yaşatdılar. Elə məşqçi Abbasov özü də dedi ki, yorğunluğa baxmayaraq komanda əzmkarlıq göstərdi. Yəni, yekun nədir? Uduzsaq da bu oyun, bu artan mübarizə əzmi noyabrda evdə oynayacağımız İslandiya və Fransa ilə vacib oyunlar öncəsi doğrusu nikbinliyə əsas verir.